Salam aleyküm gözəl insanlar, necəsiz? Bu qurd dərmanı barədə sizə qısa məlumat verəcəm. Bilirsiniz ki, mən öz heyvanlarımın üzərində praktiki apardığım təcrübəyə əsasən dərmanlar paylaşıram və mən neçə firma alıb yoxlamışam, effekt görməmişəm. Halbuki bax, bu bəlkə də 1 manatdır, bəlkə də 50 qəpikdir, bəlkə də 2 manatdır, bəlkə 3 manatdır, bilmirəm. Bu mənim heyvanlarımda çox gözəl nəticə əldə elədim bu heyvanlarda. Deməli, mən heyvanlara ilk növbədə qurd dərmanı verməmişdən 12 saat, 13 saat heyvanı ac saxlayıram. 12-13 saat. Ondan sonra bu dərmanı verəndən sonra 2 saat, 3 saat sonra tökülən nəcisləri də yığıram. Və orada mən nəticəni görürəm. Hər dəfə hansı dərmandan istifadə eləmişəm, görməmişəm. Bu dərmanda çox gözəl nəticə görmüşəm. Bundan əvvəl də bir dərman var idi. O da çox gözəl nəticə verdi. Amma təəssüflər olsun ki, artıq nə ediblərsə o dərmanın gücü qalmayıb. Çəkiyə görə nizamlanır. Belə deyək, 2 kiloya qədər 1/3 arttırıla bilər. 2 kiloya qədər. 4 kilo əgər çatarsa, o zaman para arttırmaq məsləhətdir. 4 kilo, 5 kilo olarsa çəkisi, para arttırmaq daha məsləhətdir ki, tez təsir eləsin. Və bildiyiniz kimi qurdların da növləri var. Növlərinə də görə, dərmanlar növlərinə görə seçilir. Siz bir dəfə Niklosamid qurd dərmanı arttıranda 1 ay sonra Ascorbit üçün qurd dərmanı arttırasınız. Ondan sonra 1 ayda sonra lent qurdları, jilka qurdları, bu belə davam eləyəcək. Yəni, eyni dərmanı hər dəfə arttırmayın. Yəni, bu dərmanı 1 ay, o birisi dərmanı 1 ay, o birisi dərmanı da 1 ay. 3 dəfə, 3 ay ardıcıl dərman arttırmaq lazımdır. Ondan sonra fasilə verə bilərsiniz 2-3 ay. O zamana qədər qurd olmayacaq heyvanlarınızda. Yəni, bunu sizə çəkib paylaşmaqda məqsədim budur ki, ola bilər ki, indi kimlərsə istifadə eləyər, bundan nəticə almaz. Amma mən aldığım, çox gözəl də aldım. Özdə 10-15 heyvanımın üzərində aldım bu nəticəni. Yəni, bir heyvanda almadım. Hansı ki, o biri dərmanlar tökə bilmirdi. Sizə də məsləhət görürəm, gidin, alın, istifadə eləyin. Yəni, vacib deyil, eminim, mənim paylaşdığım dərmanlar alasınız. Amma mən təcrübəyə əsasən video çəkib paylaşıram. Yəni, eşitdiklərimi yox. Öz heyvanlarımın üzərində apardığım təcrübədə görürəm, bu dərman tökür. Mən də onu sizinlə bölüşürəm ki, siz də bundan faydalanasınız. Bu arada da gözəl insanlar, videonu paylaşıb, yorum yazıb, like atmağı da unutmayın ki, mən də həvəslə sizə üçün faydalı videolar çəkib paylaşım. Sağ olun, var olun, Allah hər birinizdən razı olsun.